Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcəridə Matadrom ərazisində, Matadromdan aşağı düşəndə avtovağzal metrosuna hardasa təxmini 700-800 metr məsafədə avtovağzal metrosundan. Nəzərinizə çatdırım. Demək olar, qapının ağzına qədər asfalt olan ərazidə 3 otaqlı bir həyətimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun sonunda gələndə sizə təqdim edəcəm. Nəzərinizə çatdırım, gördüyünüz kimi balaca bir həyəti var, paltar sərmək üçün. Həyəti var, ev qoşadaşdan tikilib, düzdür, həyəti olmasa da yüngülvari, yəni paltar sərmək üçün, oturub durmaq üçün bir balaca yüngülvari həyəti var. Ev qoşadaşdır, şəxsi tikilidir, 3 otaqlıdır. Gördüyünüz kimi də kombi sistemi burada təchiz olunub. Keçən də evin içinə tanış olaq, həyətyanı sahəsindən tanış olduq. Demək, buradan daxil oluruq evin içinə. Girən kimi dəhliz sistemindir. Görürsünüz, hörmətli izləyicilər, əsl ilə bir 3 otaqlı evdir, sadəcə bir dənə həyəti balacadır. Burada hamamdır, gördüyünüz kimi. Sanuzeli, yəni hamam, ayrıca sanitar qovşağıdır. Bir də burada sanitar qovşağıdır, ayrı-ayrıdır. Yəni ev sahibi bunları ayırıb. Qaz, su, işıq, kanalizasiyası daimidir, mərkəzi xəttdir. Bunda nəzərcə çatdırım, hörmətli izləyicilər. Buradan da qalxırıq yuxarı. Dəhliz sistemi olduğu kimi, gördüyünüz kimi 3 dənə otaqdır, mətbəxdir, 1 zaldır, 2 yataq otaqdır. Girən kimi sağ tərəfdə mətbəx, üzr istəyirəm, yataq otağı. Göz pəncərələr də tam rahatdır, işıqdır, öz həyətində düşür, qoşadaşdır, yəni gələn adam görəcək. Ev, yaşayışlı evdir, kim istəsə burada yüngülvari kosmetik xərclər çəkə bilər, yəni müasir aboylarla əvəz edə bilərlər. Bunu da nəzərcə çatdırım ki, hörmətli izləyicilər, yəni ev normal evdir, oturmuş evdir. Solda mətbəx hissəsidir, mətbəx də gördüyünüz kimi, hörmətli izləyicilər, mətbəx mebeli var, kombisi var. Yəni bunlar mətbəx mebelindən kombi evin üstündə qalır, bunu nəzərcə çatdırım. Buradan keçirik qonaq otağına. Qonaq otaqda görürsünüz, pəncərəsindən tam rahat evin içinə işıq düşür, ev havalı evdir. Havalanma tam uyğundur. Gördüyünüz kimi ev əşyalı satılır. Bunu da nəzərcə çatdırım. Yəni əsas odur ki, evdə nə varsa evin içində qalır. Bir dənə indi burada elektroniklər zadı bilmirəm. İndi qalan evdə nə qalacaqsa əşya, əsas bu ev əşyalı satılır. Qiymət də özə münasibdir, çox baha deyil. Bunu da nəzərcə çatdırım. Zalı hardasa deyim də sizin nəzərcə çatdırım. 4-ün 6-ya olar. 6-6-50-yə. Yəni belə 24-25 kvadrat olar. Əşyalar da evin içində qalacaq. Nə var? Görürsünüz, əşyalar qalacaq. İndi elektroniklər prosesdə danışmaq lazım. Sonunda keçirik, bura bir dənə böyük yataq otağıdır. Hardasa 4-ün 4-ü 16 kvadratlıq bir yataq otağıdır. Gördüyünüz kimi, hörmətli izləyicilər, baxın. Buradan da evin içinə pəncərə düşür. Tam rahat evin içinə havalanmaya uyğundur. Mebellərdir, normaldır, yəni yaşayışlı evdir. Mebellər də evin içində qalır. Əşyalı satılır, nəzərcə çatdırım. Hörmətli izləyicilər, kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın. Zəng vuran zaman evin qiyməti 72.000 start qiymətdir. Real alıcısı endirim olmağına olacaq. Sənəd köhnə dədə-babadan damamlığı deyilir qeydiyyat. Yəni indiki formada qeydiyyatdan olacaq. Köməklik göstərə bilərik. Yəni qeydiyyata salmağa köməklik göstərə bilərik. Hörmətli izləyicilər. Yəni bunlar nəzərdə çatdırım ki, məlumatınız olsun. 72.000 start qiymətdir. Real alıcısı olsa da əşyalı, yəni 72.000 endirim olacaq. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah alanı da xeyir versin, Allah satana da.